Uşaqlar, Talvar hekayəsindəki obrazlar xəritəsi ilə tanış olaq. Öncə başda yazmışam Həzrət Qulu. Həzrət Qulu kimdir? Həzrət Qulu buruq ustasıdır. Əli Abbas kişinin atasıdır. Əli Abbasla bunlar öncə rayonda, hər hansısa bir rayonda, rayonun adı çəkilməyib, rayonda yaşayıblar. Daha sonra Əli Abbası da götürüb Həzrət Qulu kişi köçüb şəhərə və Sabunçuda buruq ustası kimi fəaliyyət göstərib. Yazaq bura. Əli Abbasın atası, buruq ustası. Bəs Əli Abbas kimdir? Əli Abbas hekayəmizin baş qəhrəmanıdır. Hadisələr onun ətrafında cərəyan edir. Əməksevər bir obrazdır və dülgərdir. Dülgər. Dülgər soruşsanız ki, nədir ay müəllim? Dülgər işi taxtadan keçən bir ustaya deyilir. Yəni, qapı pəncərə, taxta qapı pəncərə düzəldən, taxta skamya, taxta talvar işləri ilə məşğul olan ustaya dülgər deyilir. Atasının yolunu davam elətdirməyib, buruq ustası olmayıb, öz peşəsini seçib dülgərliyi və peşəsini də çox sevirdi. Gəldi Tubu xanıma. Tubu xanım kimdir? Tubu xanım Əli Abbas kişinin həyat yoldaşı olub. Abbasın həyat yoldaşı. Tubu xanımla Əli Abbas kişinin ümumilikdə 6 nəfər uşağı olub. Bunlardan ikisi oğlandı, 4-ü isə qızdı. Qız övladları haqqında hekayədə bizə verilən, dərslikdə verilən, ixtisarla verilmiş parçada heç bir məlumat yoxdur. Ancaq iki oğul övladı haqqında danışılır ki, Ağa Muxtar və Fətullahdır bunlarda. Ağa Muxtarla Fətullah hər ikisi də müharibə görmüş, çətinliklər görmüş və müharibədən sağ-salamat qayıtmış iki obrazdılar. Deməli, Ağa Muxtar Əli Abbasın böyük oğludur. Əli Abbasın böyük oğlu. Fətullah Əli Abbasın kiçik oğlu. Ana xanım kimdir? Ana xanım da Ağa Muxtarın həyat yoldaşıdır. A ayla yadda saxlaya bilərsiniz. Ağa Muxtarın həyat yoldaşı. Həyat yoldaşı. Məsmə kimdir? Məsmə də Fətullahın həyat yoldaşı. Ağa Səlim isə Əli Abbasın nəvəsidir. Əli Abbasın nəvəsi. Zibeydə Ağa Səlimin həyat yoldaşıdır. Ağa Səlimin həyat yoldaşı. Gülağa Fətullahın nəvəsidir. Fətullahın nəvəsi. Molla Fərzəli qonşudur. Alxasbəy, bu da qonşudur. Meyranqulu benzin kalonkasında satıcı. Uşaqlar, benzin kalonkası yazılıb, əslində yanacaq doldurma məntəqəsində satıcıdır. Sadəcə dərsliyimizdə nə cür yazılıbsa, mən də o cür qeydlərimi aparıram. Daha sonra Əli Qulu. Əli Qulu da Meyranqulunun oğludur. Meyranqulunun oğlu. Şair. Deməli, Əli Qulu məhəllədən bir nəfər idi ki, danışarkən onu heç kəs başa düşmürdü. Nə üçün? Çünki pafoslu cümlələrdən çox istifadə edirdi, məcazlardan, bədii təsvir ifadə vasitələrindən eyni qədər istifadə edirdi ki, bunu da heç kəs başa düşmürdü. Və Əli Qulu yeganə insan idi ki, həmin bu Əli Abbas kişinin əməyini çox yüksək qiymətləndirirdi. Lakin danışarkən məhəllədə heç kəs onun cümlələrini başa düşmürdü. Qəzet və jurnallarda ara-ara yazıları, şeirləri çap olunurdu Əli Qulunun. Meyranqulunun oğludur. Ağa Nəcəf qəssab olub. Qəssab. Balaca xanım da ki qonşudur. Balaca xanımın istəyi nə idi? Skamya, qapısının ağzında bir skamya,
bir də skamyanın üzərində kiçik bir talvar istəyirdi. Və salam, yəqin ki, aydın oldu. İndi gəlin uşaqlar, mən bir sual cavab eləyim görüm, nə yadınızda qaldı? Deməli, deyin görün mənə, Tubu xanım kim idi? Əli Abbasın həyat yoldaşı idi. Əli Abbasla Tubu xanımın neçə övladı var idi? Cəmi 6 övladı var idi. İkisi oğul övladı idi, 4-ü isə qız övladı idi. Kiçik oğlunun adı nə idi? Fəthullah. Böyük oğlunun adı nə idi? Ağa Muxtar. Ağa Muxtarın həyat yoldaşının adı nə idi? Dedim, aynen yadda saxlayın. Ana xanım, düzdür. Məsmənin bəs həyat yoldaşı kim idi? Fəthullah idi. Əli Abbas kişinin kiçik oğlu. Bəs Əli Abbas kişinin atasının adı nə idi? Həzrət Qulu. Həzrət Qulunun peşəsi nə idi? Buruq ustası idi. Bunlar şəhər adamı idi, yerli idilər. Yəni, yoxsam gəlmə idilər. Bəli, rayondan gəlmişdilər şəhərə. Daha sonra Molla Fərzəli kimdir? Qonşudur. Alxas bəy kim idi? O da qonşudur. Daha sonra Ağa Səlim kimdir? Ağa Səlim Əli Abbas kişinin nəvəsidir. Bəs Gülağa kimdir? Gülağa da Fətullahın nəvəsidir. Daha sonra Zibeydə kimdir? Zibeydə Ağa Səlimin həyat yoldaşıdır. Daha sonra başqa kim? Meyranqulu kimdir? Meyranqulu benzin kolonkasında satıcıdır. Bəs Əliqulu kimdir? Əliqulu da həmin o Meyranqulunun oğludur. Şairdir, qəzet və jurnallarda ara-ara yazıları, şeirləri çap olunur. Daha sonra Balaca xanım kimdir? Balaca xanım da qonşuydu. Əli Abbas kişidən skamya və talvar istəyi olan bir qonşuydu. Ağa Nəcəf kim idi? Ağa Nəcəf də qəssab idi. O da qonşuydu və qəssab idi. Daha sonra güman edirəm ki, deməli, heç bir obrazlarımızı unutmadım. Kiminsə nəsə sualı olarsa, qaranlıq məqam olarsa, şərh bölməsinə sualınızı yazmağı unutmayın. Sağ olun.